Halloween günlərini yaşayırıq. Hər yer bayram ab-havasına bürünüb. Şəhərlər işıqlandırılır, küçələr bəzənir və havada yeni ilin tanış sehri hiss olunur. İnsanları bir araya gətirən bu mövsümün ən sevilən ənənələrindən biri isə sir və sevinç dolu Secret Santa oyunudur. Secret Santa əsasən yeni il və milad ərəfəsində oynanılan hədiyyələşmə ənənəsidir. Bu ənənə qərb ölkələrində formalaşsa da, zamanla bütün dünyaya yayılaraq fərqli mədəniyyətlərdə qəbul olunub. Secret Santa'nın kökləri xristian dünyasında tanınan Müqəddəs Nikolay obrazına dayanır. Tarixi mənbələrə görə o, ehtiyacı olan insanlara gizli şəkildə yardım edir, hədiyyələrini anonim formada çatdırırdı. Bu gizli yaxşılıq ideyası sonralar milad dövrünün əsas rəmzlərindən birinə çevrilib və zamanla əyləncəli oyun formasını alıb. Bugün Secret Santa iş yerlərində, dost qruplarında və ailələrdə kollektiv ruhunu gücləndirən gözəl bir ənənəyə çevrilib. Gizlilik, yaradıcılıq və səmimiyyət bu oyunu xüsusi edir. Bəlkə də yeni ilin ən unudulmaz xatirəsi elə kiçik bir hədiyyə qutusunda gizlənir. Secret Santa oyununda iştirakçıların adları püşkatma yolu ilə seçilir. Hər kəs yalnız bir nəfərə hədiyyə alır və hədiyyəni kimə aldığını gizli saxlayır. Maddi dəyərdən çox qarşı tərəfin zövqünü və maraqlarını nəzərə almaq ön plana çıxır.